Salam, xoş gördük sizləri. Bugün sizinlə çayın meylliliyinə aid bir məsələ izahına baxacağıq. Deməli, bu məsələdə nə istəyir bizdən? Deyir ki, sxemdəki A və B çaylarının meylliliyi müvafiq olaraq 10 metr bölü kilometr və 12,5 metr bölü kilometr olarsa, həmin çayların uzunluqlarının fərqinin təqribi qiymətini hesablayın kilometrlə. Deməli, birinci növbədə nə edəcəyik? Meyillik düsturunu xatırlayırıq. Meyillik düsturumuz nədir? Meyilliyimiz bərabərdir. Düşmə bölünsün uzunluq, çayın uzunluğu. Düşmə nədir? Düşmə mənbə ilə mənsəb arasındakı fərqdir. Bizdə meyilliyi verib. Birinci çayın meyilliyi deyir 10'dur, ikinci çayınki isə 12,5'dir. Bərabərdirin yazırıq. Düşməni necə tapacağıq? A çayının mənsəbi 0 metr, yəni dəniz səviyyəsini həmişə 0 metr götürürük. Mənbəyi isə burada nöqtə düşür hansı boşluğu görək hündürlüyə. Arada neçə boşluğumuz var? 1 boşluq, 2 boşluq və 3 boşluq. 3 boşluğumuz var arada. Bu boşluqların sayında kəsmə hündürlüyə vurmaqla çayın düşməsini tapa bilərik. Kəsmə yüksəkliyimiz neçədir? Birinci horizontalın hündürlüyü kəsmə yüksəklik götürürük. 500 metrdir. 3'ü də vururuq 500'ə, o da edir 1500 metr bizim düşməmiz. Bölünsün L. Buradan da L'yi tapanda 1500'ü 10'a böləcəyik. O deyəcək birinci çayın uzunluğu 150 kilometrdir. İkinci çayımızın düşməsinə baxaq. İkinci çayın düşməsi B çayının mənsəbi dəniz səviyyəsindən 0 metr. Mənbə isə burada baxırıq 2500 metr hündürlüyə tuş gəlir. Deməli, çayın düşməsi 2500 metrdir. Bölünsün L. Buradan da çayın uzunluğunu taparıq. 2500'ü 12,5'e bölərik düsturda. Eləyər 200 kilometr. Sonra bizdə şərtdə deyir ki, çayların uzunluq fərqini hesablayın. Bir çayımızın uzunluğu 150 oldu, digəri isə 200'dür. 200'dən də 150'ni çıxırıq, cavab bilir 50 Y variantı.